Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təbrik edib. O, bu barədə X hesabında paylaşım edib. Azərbaycan Respublikasını və xalqını Qurban Bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram, Paşinyan qeyd edib. Ekspertlər düşünür ki, əslində bu mühüm bir prosesin işarətçısıdır. Paşinyanın həm sülh sazişi, həm də Zəngəzur dəhlizi ilə bağlı bənzər mövqe sərgiləməsi gözləntiləri artırıb. Globalefo Azad danışan politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan xalqını Qurban Bayramı münasibətilə təbrik etməsi sıradan diplomatik protokol deyil. Paşinyan bu təbriki ilə həm erməni cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, Bakı ilə münasibətlərin normallaşması istiqamətində real iradə mövcuddur. Bu addım xüsusilə son aylarda Ermənistan-Azərbaycan münasibətlərində müşahidə edilən nisbi konstruktiv dinamika fonunda diqqət çəkir. Imitasiya prosesi çərçivəsində Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması, Ermənistanın ərazi iddialarına rəsmi şəkildə imtina etməsi və regionda kommunikasiyaların açılması məsələsində səsləndirilən razılaşdırılmış ritorika onu göstərir ki, Paşinyan rəhbərliyi artıq sülh sazişinin labirliyini qəbul edir. Bu təbrik əslində İrəvanın Bakıya və beynəlxalq ictimaiyyətə mesajıdır. Ermənistan Cənubi Qafqazda müharibə yox, əməkdaşlıq istəyir. Paşinyanın bu niyyətinin səmimi olması təbii ki, sual altındadır. Hər şeydən əvvəl ona görə ki, Paşinyanın daxili siyasi mövqeyi hələ də zəifdir. Müxalifət və revanşist dairələr onun sülh gündəmini sabotaj etməyə çalışır. Ancaq Azərbaycan üçün əsas məsələ konkret nəticələrdir. Əgər bu cür təbriklər real siyasi iradə ilə müşayiət olunacaqsa, bu Bakı üçün məqbuldur. Hətta 2025-ci il regionda sülh sazişinin imzalanması üçün tarixi fürsətə çevrilə bilər. Təbii ki, tək bir təbriklə geosiyasi kurs dəyişməz. Ancaq bu jest danışıqlar masasında səmimi və konstruktiv bir atmosferin yaranmasına xidmət edə bilər. Azərbaycanın isə əsas tələbi sadədir. Bölgədə sülh, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yeni mərhələyə keçid. Politoloq Oqtay Qasımov bildirib ki, Nikol Paşinyanın Azərbaycan xalqını Qurban Bayramı münasibətilə təbrik etməsi əlbəttə ki, çox ciddi bir hadisədir. Hətta deyərdim, bu Ermənistan tarixinə düşəcək bir hadisədir. Paşinyan sələflərindən fərqli olaraq bu məsələdə daha konstruktiv və cəsarətli addım atar. Bu, onu göstərir ki, Ermənistan daxilində ona qarşı müqavimətin olmasına baxmayaraq münasibətləri normallaşdırmaqda qərarlıdır. Bir müddət əvvəl Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı apardı. Həmin telefon danışığında da Ərdoğanı təbrik etdi. Bu, sülhə töhfə verəcək müsbət haldır. Ancaq daha ciddi addımların ardınca gəlməsi real deyil. Söhbət Zəngəzur dəhlizi və sülh sazişindən gedir. Hesab edirəm, bu məsələlərdə daha geniş bir zaman tələb edilir. Bugün Ermənistan daxilində çox ciddi proseslər gedir. Rusiya və onun dəstəklədiyi qüvvələr xüsusilə aktivləşib. Bu isə Paşinyana ciddi maneə törədə bilər. Bunun o da fərqindədir. Ona görə də daha ehtiyatlı davranmalı olacaq. Politoloq Kazım Kazımlı isə deyib ki, Nikol Paşinyanın Azərbaycan xalqını Qurban Bayramı münasibətilə təbrik etməsi ilk baxışdan müsbət jest kimi görünür.